Salam, mən TTM Tədris Mərkəzinin tarix müəllimi Nərmin Rüstəmzadə. Bugün sizlərlə İbtidai İcma Cəmiyyətinin davamı olan Tunc dövrünə aid testlərin izahına baxacaq. Və söz verdiyimiz kimi, yay boyu testlərimizin izahı YouTube kanalına yerləşdiriləcək. Sizdən xahişim videomuzu bəyənin və fikirlərinizi bölüşməyi unutmayın. İndi isə vaxt getmədən keçək testlərimizin izahına. Birinci sual baxalım. Qazax rayonundakı Baba Dərviş və Naxçıvandakı Kültəpə yaşayış məskənlərində aşkar edilmişdir, deyir. Baxalım, A variantında deyir ki, ayaqla hərəkətə gətirilən dulus çarxları. Xeyr, yanlışdır. Siklopik tikililər. Xeyr, bu da yanlışdır. Üzərində mixi yazı ilə Assur hökmdarının adı yazıldığı muncuq. Xeyr, yanlışdır. Bu Xocaldan tapılmışdır. Boyalı saxsı qablar. D variantı da yanlış cavabdır. Xüsusi ibadət evləri. Bəli, düzgün cavabdır. Xüsusi ibadət evləri aşkar edilmişdir. İkinci sualda Azərbaycanda köçmə yaylaq maldarlığı yaranmışdır. Bu erkən Tunc dövrü deməkdir. Erkən Tunc dövründə yaranmışdır köçmə yaylaq maldarlığı. Baxırıq variantlara. A variantında deyir ki, əkinçilik maldarlıqdan ayrıldıqdan sonra, bəli, düzgün cavabımız elə A variantıdır. Birinci ictimai əmək bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrılır və maldarlıq inkişaf edir və inkişaf etməsi nəticəsində də köçmə yaylıq maldarlığı yaranır. B variantında deyir, 3-cü bölgü ictimai əmək bölgüsü nəticəsində. 3-cü ictimai əmək bölgüsü artıq son Tunc dövrünə aiddir. Bizdən erkən Tunc dövrü istəyirdi. B variantına görə yanlışdır. İbtidai heyvandarlığın əsasının qoyulması ilə deyir. Bu bizdə mezolit dövrünə aiddir. Ona görə C variantı da yanlışdır. Heyvanların əhilləşdirilməsinə D variantı da yanlış cavabdır. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi Y variantı da yanlış cavabdır. Üçüncü sual. Üçüncü sualda deyir ki, birinci ictimai əmək bölgüsü adlanır. Deməli, doğru cavabımız elə A variantıdır. Əkinçiliyin maldarlıqdan ayrılması ilə bunlar əzbərçilik xarakteri daşıyır. Dördüncü sualda deyir, ikinci ictimai əmək bölgüsü adlanır. İkinci ictimai əmək bölgüsü isə sənətkarlığın başqa istehsal sahələrindən ayrılmasıdır. Doğru cavabımız D variantıdır. Beşinci sual, Azərbaycanda son Tunc və erkən Dəmir dövründə. Baxağın, A variantında deyir ki, insanlar ulu icma halında yaşamışdır. Xeyr, insanlar ulu icma halında alt paleolit və orta paleolit dövründə yaşamışdır. A variantı yanlışdır. Tunc emalının başlanğıcı qoyulmuşdur, deyir. Xeyr, Tunc emalının başlanğıcı erkən Tunc dövründən artıq qoyulmuşdur. Bizdə isə son Tunc və erkən Dəmir dövrünü istəyir. Ona görə də B variantı yanlış cavabdır. Əhali oturaq həyata keçməyə başlamışdır Neolit dövründən. C variantı yanlışdır. Sənətkarlardan tacirlər qrupu ayrılmışdır. Bəli, D variantı düzgün cavabdır. Üçüncü ictimai əmək bölgüsü nəticəsində. Qəbilə icması yaranmışdır. Y variantı da yanlış cavabdır. Qəbilə icması üst paleolit dövründə yaranmışdır. Altıncı sual. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə əhali oturaq həyata keçmişdir. Dediyimiz kimi Neolit dövründədir. A variantı yanlışdır. Metal emalının başlanğıcı qoyulmuşdur. Bu Eneolit dövrünə aiddir. B variantını çıxırıq. Tələbələrin çoxu, abituriyentlərin çoxu metal emalının başlanğıcını Tunc dövrü kimi götürürlər ümumiyyətlə, amma bu yanlışdır. Çünki metal Eneolit dövründə də aşkar edilmişdir. Yəni misdə metal sayılır. C variantında deyir ki, ata sitayiş ayini meydana gəlmişdir. Bəli, C variantı düzgün cavabımızdır. İnsanlar saxsı qabların istehsalına başlamışdır. Bu Neolit dövrüdür. D variantını çıxırıq. Sənətkarlıq müstəqil təsərrüfat sahəsinə çevrilmişdir. Bu da Orta Tunc dövrünə aiddir. Doğru cavabımız C variantıdır. 7-ci sual. Erkən Tunc dövrünə aiddir. Metaldan alətlərin hazırlanmağa başlanması bu yanlış cavabdır. Bu artıq dediyimiz kimi yenə də Eneolit dövrünə aiddir. Qazax rayonundakı Baba Dərviş qədim yaşayış məskənindəki ibadət evi, bəli, B variantı düzgün cavabdır. Əhalinin oturaq həyata keçməyə başlaması Neolit dövrünə aiddir. C variantı yanlışdır. Siklopik tikililərin inşa edilməsi son Tunc dövrünə aiddir. D variantını çıxırıq. Qəbilə icmasının yaranması isə üst paleolit dövrünə aiddir. Doğru cavabımız B variantıdır. 8-ci sual. Erkən Tunc dövrünə aiddir. İri tayfa ittifaqının yaranması.
tayfalar yaranmışdır erkən Tunc dövründə, tayfa ittifaqları yaranmışdı artıq Orta Tunc dövründə. Ona görə də A variantı yanlışdır. Şumlanma zamanı qoşqu heyvanlardan istifadə edilməsi, bəli, düzgün cavabımız B variantıdır. C variantında deyir, əhalinin oturaq həyata keçməyə başlaması. Bu neolit dövrüdür. C-ni çıxırıq. Ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə edilməsi son Tunc dövrünə aiddir. Boyalı qablar mədəniyyətinin formalaşması isə Orta Tunc dövrünə aiddir. Düzgün cavabımız B variantıdır. 9-cu sual. 9-cu sualda yenə bizdən Tunc dövrünə aid olanı soruşur. Deməli, deyir ticarətin yaranması. Bəli, A variantı düzgün cavabdır. Ticarət yaranıb Orta Tunc dövründə. B variantında deyir saxsı qabların hazırlanmağa başlanması. Saxsı qabların hazırlanmağa başlanması neolit dövrüdür. B variantını çıxırıq. Metaldan əmək alətlərinin hazırlanmağa başlanılması eneolit dövrüdür. C variantını da çıxırıq. Ölülərin evlərin içərisində dəfn edilməyə başlanması, bu da eneolit dövrüdür. Ana xaqanlığının əsas yer tutması, ana xaqanlığı üst paleolit dövründən erkən Tunc dövrünə qədərdir. Erkən Tunc dövründən artıq ata xaqanlığı əsas yeri tutur. Ona görə də doğru cavabımız A variantıdır. 10-cu sualda Azərbaycanda ilkin şəhər mərkəzlərinin yarandığı dövr, ilkin şəhər mərkəzlərimiz bilirik ki, Orta Tunc dövründə yaranmışdı. 11-ci sual. Azərbaycanda tacirlər qrupunun yarandığı dövr sorulur. Bu da bizdə son Tunc dövrüdür. 12-ci sual. Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Yəni bizdən erkən Tunc dövrünə aid olanı sorulur. A variantında deyir ki, toxa əkinçiliyinin yaranması. Xeyr, bu neolit dövrüdür. A-nı çıxırıq. Tacirlərin sənətkarlardan ayrılması. Bu son Tunc dövrüdür. B variantı da yanlışdır. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə edilməsi. Bu da yanlışdır. İlk dəfə dəmirdən alətlərin düzəldilməsi bu son Tunc ilk dəmir dövrüdür. D variantında çıxırıq. Əkinçiliyin maldarlıqdan ayrılması bəli düzgün cavabımızdır. Birinci ictimai əmək bölgüsü. 13-cü sual. Qədim Azərbaycan tayfalarının Assuriya ilə əlaqə saxladığını sübut etmişdir. Əlbəttə ki, Xocalıdan tapılmış, üzəri mixi yazı ilə yazılmış muncuqdur. Bunların hər biri əzbərçilik xarakteri daşıyır, yəni ancaq əzbərləməklə yadda qalır. 14-cü sual. Qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə su yolu ilə ticarət əlaqələri saxladığını sübut edir. Əlbəttə ki, burada söhbət Qobustandan gedəcək və Qobustanda qayaların üzərində həkk edilən gəmi təsvirləri nəticəsində. Doğru cavabımız E variantıdır. 15-ci sual. 15-ci sualda deyir ki, verilənlərin hamısı ibtidai icma quruluşun hansı mərhələsinə aiddir? Baxalım. Deyir ki, mübadilə genişləndi və gələcəkdə ticarətin meydana gəlməsinə şərait yarandı. Baxalım, burada bizdə açar söz olaraq mübadilə genişləndi və ticarətin meydana gəlməsidir. Baxaq digər tərəfə. Burada da isə insanlar şəhər tipli yaşayış məskənlərində yaşamağa başladılar. Sənətkarlıq digər təsərrüfat sahələrindən ayrılıb müstəqil oldu. Əlbəttə ki, söhbət Orta Tunc dövründən gedir. 16. Azərbaycanda eneolit dövründən fərqli olaraq Tunc dövründə, deməli, eneolit dövründən fərqli olaraq Tunc dövründə insanların ilk dəfə metalla tanış olmuşdur. Bu yanlış cavabdır. Bu eneolit dövrünə aiddir, amma bizdən Tunc dövrünə aid olanı soruşur. Köçmə yaylaq maldarlığının meydana gəlməsi bəli düzgün cavabdır. İnsanlar kollektiv halında yaşayırlar hər iki dövrdə. Eneolit dövründə insanlar qəbilə icması halında yaşayırlar. Tunc dövründə isə artıq ata xaqanlığı dövrü idi. Yəni insanlar yenə də kollektiv halda yaşayırlar. C variantı da yanlış cavabdır. Heyvanların əhilləşdirilməsinə başlanmışdı. Heyvanların əhilləşdirilməsinə başlanması mezolit dövrüdür. Qadın cəmiyyətdə üstün mövqeyini qoruyub saxlamışdı. Bu da yanlış cavabdır. Qadının cəmiyyətdə üstün mövqeyini qoruyub saxlaması üst paleolitdən erkən Tunc dövrünə qədərdir. Doğru cavab B variantıdır. 17. Verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Baxalım, deyir toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması, köçmə maldarlığının meydana gəlməsi, əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması əlbəttə hər üçü aiddir erkən Tunc dövrünə. 18-ci sual. Orta Tunc dövründə
Deməli, insanlar ulu icma halında yaşayırdılar. Alt paleolit və orta paleolit dövrlərində A variantını çıxırıq. Dərişləmənin meydana gəlməsi neolit dövrüdür. B variantını çıxırıq. Əhali oturaq həyata keçməyə başlamışdı neolit dövründə. C variantını çıxırıq. Duluşçuluqda müxtəlif rəngli boyalardan istifadə edilmişdi. Bəli, doğru cavab D variantıdır. Ata xaqanlığı yaranmışdır erkən tunc dövründə. 19-cu sual. Orta tunc dövründə Azərbaycanda xış əkinçiliyi yaranmışdır. Erkən tunc dövrü. Metal emalının başlanğıcı qoyulmuşdur. Eneolit dövrü. Əkinçilik və maldarlıq yaranmışdır. C variantı da yanlış cavabdır. Mezolit dövrüdür. Ana xaqanlığını ata xaqanlığı əvəz etmişdir. Erkən tunc dövrü. İlkin şəhər mərkəzləri yaranmışdır. Bəli, orta tunc dövründə. 20-ci sual. Orta tunc dövründə qəbilə icması yaranmışdır. Üst paleolit dövründə tayfa başçılarının ilahiləşdirilməsi bu son tunc dövrüdür. Əhali oturaq həyata keçməyə başlamışdır. Bu neolit dövrüdür. İnsanlar saxsı qabların istehsalına başlamışdır. Neolit dövrüdür. Sənətkarlıq digər istehsal sahələrindən ayrılmışdır. Bəli, ikinci ictimai əmək bölgüsü nəticəsində cavabımız E variantıdır. 21-ci sual. Orta tunc dövründə yenədir, əhali oturaq həyata keçməyə başlamışdır. Bu dedik neolit dövrüdür. Hərbi iş geniş yayılmışdır. Hərb işi son tunc dövründədir. Üzümçülük yaranmışdır. Bəli, doğru cavabdır. Bir neçə sahələr meydana gəlmişdi. Bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq. Xış əkinçiliyi meydana gəlmişdir. Xış əkinçiliyi erkən tunc dövrüdür. Qəbilə icması yaranmışdır üst paleolit dövründə. 22-ci sual. Kür-Araz mədəniyyəti üçün səciyyəvi idi. Yəni erkən tunc dövrünü istəyir bizdən. A variantında deyir ki, sənətkarlığın digər istehsal sahələrindən ayrılması. Bu, ikinci ictimai əmək bölgüsüdür və orta tunc dövrüdür. A variantında yanlışdır. B variantında deyir, köçmə yaylıq maldarlığının meydana gəlməsi. Bəli, düzgün cavab budur. Duluşçuluqda rəngli boyalardan istifadə edilməsi orta tunc dövrü. Siklopik tikillərin inşa edilməsi son tunc dövrü. Şərabçılığın yaranması isə orta tunc dövrüdür. Növbəti sual. 23-cü sual. Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Yenə bizdən erkən tunc dövrünə aid olan hadisəni istəyir. İnsanların daş alətləri cilalamağı və deşməyi öyrənməsi. Bu bizdə neolit dövrüdür. A variantı yanlışdır. Ovçuluğun əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi. Xeyr, yanlışdır. Əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması. Bəli, C variantı düzgün cavabdır. İlk əkinçilik vərdişlərinin yaranması. Mezolit dövrüdür. Ulu icmanın qəbilə icması ilə əvəz olunması üst paleolit dövrüdür. Doğru cavabımız C variantıdır. 24-cü sual. Ata xaqanlığının mövcud olduğu dövrə aid deyildir. Yəni bizə ata xaqanlığından əvvəlki dövrə aid olan hadisəni istəyir. A variantında deyir ki, sosial və əmlak bərabərsinin mövcud olması. Bəli, bu ata xaqanlığı dövrünə aiddir. A variantını çıxırıq. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, bəli, orta tunc dövrünə aiddir. Ata xaqanlığı dövrüdür. B variantı da yanlış cavabdır. Metaldan ilk dəfə istifadə olunması. Baxın, metaldan ilk dəfə istifadə eneolit dövrüdür. Düzgün cavab C variantıdır. Böyük tayfa və tayfa birləşmələrinin meydana gəlməsi, bəli, ata xaqanlığıdır. Təsərrüfatda kişilərin rolunun artması, bəli, bu da ata xaqanlığı dövrünə aiddir. Bizdə aid olmayan isə metaldan ilk dəfə istifadə olunmasıdır. Bunu qarışdırmaq olmaz. Çünki ilk metal eneolit dövründə misin kəşfi iləndir. Doğru cavab C variantı edir. 25-ci sual. Daha sonra baş vermişdir. Yəni biz ən gec hadisəni seçəsirik. A variantında deyir sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu bizdə orta tunc dövrüdür. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit dövrü, insanların toxuculuqla məşğul olmağa başlaması neolit dövrü, nəsli icmanın yaranması, yəni qəbilə icmasını bizdən soruşur, üst paleolit dövrü, insanların dağlıq və dağətəyi zonalarda məskunlaşmağa başlaması, bu da erkən tunc dövrünə aiddir. Bizdən ən gec baş vermiş hadisəni istədiyinə görə doğru cavabımız A variantıdır. 26-cı sual. Daha sonra baş vermişdir. Yenə rabitəli nitqin yaranması üst paleolit dövrüdür.
İstehsal təsərrüfatının meydana gəlməsi. Artıq istehsal təsərrüfatı meydana keçidin əsası qoyulur mezolit dövründə və istehsal yaranır neolit dövründə. Mikroid alətlərdən istifadə olunmağa başlanması mezolit dövrüdür. Neandertal adamın meydana gəlməsi orta paleolit dövrü. İlkin şəhər mərkəzlərinin yaranması isə orta tunc dövrüdür. Bizdən ən geniş hadisəni istədiyinə görə düzgün cavabımız E variantıdır. 27-ci sual. Azərbaycanda ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə olan hadisəni istəyir. Baxağın, A variantında deyir ki, axirət dünyasına inam mövcud idi. Bu hər iki dövr üçün oxşar cəhətdir. A variantını çıxırıq. Metaldan əmək alətləri hazırlanırdı. Bəli, bu da oxşar cəhətdir. B variantını da çıxırıq. Əhali əkinçiliklə məşğul olurdu hər iki dövrdə. Siklopik tikillər inşa edilirdi. Cavabımız D variantıdır. Bu ata xaqanlıq dövrünə aiddir. Artıq son tunc dövründən başlayaraq əhali toxuculuqla məşğul olurdu hər iki dövrdə. Düzgün cavabımız D variantıdır. 28-ci sual. Uyğunluğu istəyir bizdən. A variantında deyir, mis emalına başlanmışdır neolit dövründə. Xeyr, neolit dövründə deyil, eneolit dövründədir. Mənimsəmə təsərrüfatının istehsal təsərrüfatı əvəz etmişdi orta paleolit dövründə. Xeyr, yanlışdır. Əvəz edir deməli mezolit dövründə. Ana xaqanlığını ata xaqanlığı ilə əvəz edilmişdir erkən tunc dövründə. Bəli, düzgün cavab C variantıdır. Kür-Araz mədəniyyəti kimi tanınır eneolit dövrü deyil, erkən tunc dövrüdür. D variantı da yanlışdır. Əhali oturaq həyata keçmişdir üst paleolit dövründə deyil. Deməli, neolit dövründədir. Düzgün cavabımız C variantıdır. 29-cu sual. Uyğunluğu müəyyən edək. Tunc dövrünə aid bizdən hadisələr istəyir. Erkən tunc dövrü və orta tunc dövrü. Erkən tunc dövrünün altından verilənlərə baxaq. Deyir, qəbilənin meydana gəlməsi. Xeyr, bu yanlış cavabdır. Qəbilə meydana gəlib üst paleolit dövründə. Ata xaqanlığının yaranması, bəli, B düzgün cavabdır. Xış əkinçiliyinin yaranması C də düzgün cavabdır. 1-ə aiddir, B ilə C. 2-yə baxaq. Orta tunc dövrü, bağçılığın yaranması, bəli, düzgün cavabdır. İri tayfa ittifaqlarının yaranması, bəli, düzgündür. Siklopik tikillərin mövcud olması isə son tunc dövrünə aiddir. Deməli, düzgün cavabımız 1-ə B, C, 2-yə A, B. Düzgün cavab A variantı. 30-cu sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ana xaqanlığı və ata xaqanlığı. Üzümçülük və şərabçılığın mövcud olması deyir. Üzümçülük və şərabçılıq orta tunc dövrüdür bildiyimiz kimi və bu da ata xaqanlığı dövrünə aiddir. 2-yə aiddir A. Metaldan istifadə olunması artıq hər iki dövr üçün ortaq cəhətdir. 3-ə yazırıq B. İnsanların əkinçiliklə məşğul olması, bu da hər iki dövr üçün ortaq cəhətdir. 3-ə aiddir B, C. İbtidai maldarlığın yaranması, bu ana xaqanlığı dövrünə aiddir. Çünki burada yaranması deyir. 1-ə aiddir D. Daş əmək alətlərindən istifadə edilməsinə başlanması isə bu da heç bir varianta aid deyil. Çünki burada başlanması deyir. Bu da alt paleolit dövründəndir və alt paleolitdə də ulu icma dövrü idi. Ona görə də Y variantı heç birinə aid deyil. Düzgün cavabımız D variantıdır. 31. Daş dövründən fərqli olaraq tunc dövründə ilk sənətkarlıq sahələrinin meydana gəlməsi, bu bizdən neolit dövrünə aiddir. Amma bizdən tunc dövrünü istədiyinə görə A variantı yanlışdır. İnsanlar qaya üzərində gəmi təsvirləri çəkməyə başlamışdılar. Bu da aid deyil, daş dövrünə aiddir. İnsanlar kollektiv halda yaşayırdı hər iki dövrdə. C variantı da yanlışdır. Əmlak və sosial bərabərsizlik mövcud olmuşdu. Bəli, tunc dövründə. İstehsal təsərrüfatı mövcud olmuşdu hər iki dövrdə. Düzgün cavabımız D variantıdır. Baxağın 32-ci suala. Verilən xüsusiyyətlərin hər ikisinin aid olduğu ərazini xəritədə müəyyən edin. Ərazisində qayalar üzərində tunc dövrünə aid təsviri sənət nümunələri aşkar edilmişdir. Qədim insan məskəni olan Zar mağarası burada yerləşir. Baxın, burada bizdə Zar, açar sözdür. Bilirik ki, Zar mağarası Kəlbəcər ərazisində yerləşir. Burada isə Kəlbəcər 3 olan ərazidir.
Düzgün cavabımız C variantıdır. 33-cü sual. Verilən xüsusiyyətlərin hər ikisinin aid olduğu ərazini xəritədə müəyyən edin. Qədim insan məskəni olan Daşsalahlı mağarası burada yerləşir. Ərazisində xüsusi ibadət evlərinin qalıqları aşkar edilmişdir. Bilirik ki, Daşsalahlı mağarası Qazax rayonunda yerləşir. Ərazisində xüsusi ibadət evlərinin qalıqları da Qazax rayonunda aşkar edilmişdir. Qazaxda Baba Dərviş olan ibadət evidir. Ona görə də doğru cavabımız Qazaxdır. Qazax da yerləşir 4 ərazisində. Doğru cavabımız D variantıdır. 34-cü sual. Erkən Tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyinə tələbat artdı. Qadının cəmiyyətdə mövqeyi zəiflədi və kişilərin nüfuzu artmağa başladı. Verilən proseslərin nəticəsində nə yarandı? Hansı hadisə baş verdi? Verilən bütün bunların nəticəsində ata xaqanlığı yaranır. B variantı düzgün cavabdır. 35-ci sual. Erkən Tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyinə tələbat artdı. Qadının cəmiyyətdə mövqeyi zəiflədi və kişilərin nüfuzu artmağa başladı. Verilən proseslərin nəticəsində ana xaqanlığı süqut edir. Artıq onun yerində ata xaqanlığı yaranır. 36-cı sual. Sənətkarlığın, əkinçilik və maldarlığın inkişafı, mübadilənin inkişafı. Verilənlər hər ikisi Azərbaycanda ibtidai icma quruluşunun dövründə səbəbidir. Yəni, bu baş verən iki hadisə nəyin səbəbindədir? Təbii ki də ticarətin yaranmasının. Ona görə cavabımız, doğru cavabımız Y variantıdır. 37-ci sual. Güclü tayfaların zəif tayfaların var dövlətini mənimsəməsi, zəif tayfaların torpaqlarının ələ keçirilməsi, deməli, iri tayfa birliklərinin yaranmasının nəticəsindədir. Doğru cavabımız C variantıdır. 38. Azərbaycanda Erkən Tunc və Orta Tunc dövrlərinə aid ümumi cəhət. Erkən Tunc və Orta Tunc dövrlərinə aid ümumi cəhət. A variantına baxaq. Ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə edilməsi son Tunc dövrünə aiddir. A variantını çıxırıq. Şəhər tipli ilk yaşayış məskənlərinin yaranması Orta Tunc dövrünə aiddir yalnız. Boyalı qablar mədəniyyətinin formalaşması Orta Tunc dövrünə aiddir. Suni suvarma sistemindən istifadə edilməsi, bəli, hər iki dövrə aiddir. Ata sitayiş edilməsi isə son Tunc dövrünə aiddir. 39. Ata xaqanlığı dövrünə aid deyil. Kollektiv dəfn etmə adətinin meydana gəlməsi, bəli, Tunc dövrünə aiddir. A variantını çıxırıq. Toxa əkinçiliyinin yaranması. Toxa əkinçiliyi neolit dövrüdür. B variantı aid deyil. Düzgün cavabımız elə B variantıdır. Köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən Tuncdur. Düzən ərazidə yaşayan əhalinin dağlıq zonalarda məskən salması, bu da erkən Tuncdur. Tayfaların meydana gəlməsi, bu da erkən Tunc dövrünə aiddir. 40-cı sual. Ata xaqanlığı dövrünə aid deyil. Düzən ərazidə yaşayan əhalinin dağətəyi zonalarda məskən salması, bu erkən Tunc dövrüdür. A variantını çıxırıq. Birinci böyük ictimai əmək bölgüsünün baş verməsi, bəli, erkən Tunc dövrünə aiddir. Ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə edilməyə başlanması, bu son Tunc dövrüdür. Metaldan əmək alətlərinin hazırlanmağa başlanması, metaldan əmək alətlərinin hazırlanması eneolit dövrüdür. Ona görə düzgün cavabımız D variantıdır. Üzümçülük və şərabçılığın meydana gəlməsi isə Orta Tunc dövrüdür. Y variantını da çıxırıq. Düzgün cavabımız D variantıdır. 41-ci sual. Azərbaycanın eradan əvvəl 4-cü minilliyin ikinci yarısı, 3-cü minilliyin sonu tarixi üçün səciyyəvidir. Yəni bizdən erkən Tunc dövrünə aid olan hadisəni istəyir. A variantında əkinçilikdə qoşqu heyvanlarından istifadə edilməsi, bəli, düzgün cavabımızdır. A variantı doğrudur. Qadınların qəbilədə və məişət həyatında mühüm rol oynamağa başlanması, xeyr, bu yanlışdır. Artıq erkən Tunc dövründən başlayaraq ata xaqanlığı mövcud idi. C variantında toxa əkinçiliyinin yaranması, C variantı yanlış cavabdır, neolit dövrüdür. İlk dəfə heyvanların əhilləşdirilməyə başlanması mezolit dövrüdür. Sənətkarlığın əkinçilikdən ayrılması isə Orta Tunc dövrünə aiddir. Düzgün cavabımız A variantıdır. 42-ci sual.
Azərbaycanda 4-cü minilliyin ikinci yarısı, 3-cü minilliyin sonu tarixini soruşur. Yenə bizdən erkən Tunc dövrünə aid olan hadisəni istəyir. A variantında deyir ki, ilk mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi. A variantı yanlışdır. Bu artıq Son Tunc ilk dəmir dövründən sonrakı hadisəyə aiddir. Tacirlər qrupunun yaranması, deməli bu da yanlış cavabdır. Tacirlər qrupunun yaranması artıq Son Tunc dövrünə düşür. Qohum qəbilələrinin tayfalarda birləşməsi, bəli bu düzgün cavabımızdır. Ata sitayişin meydana gəlməsi Son Tunc dövrüdür. İkinci böyük ictimai əmək bölgüsünün baş verməsi isə Orta Tunc dövrünə aiddir. Y variantı da yanlışdır. Düzgün cavabımız C variantıdır. 43-cü sual. Azərbaycanın eradan əvvəl 14-cü və 7-ci əsrlər tarixi üçün səciyyəvi olanını soruşur. Bizdə bu dövr Son Tunc, erkən dəmir dövrünü əhatə edir. A variantında deyir ki, sənətkarlığın müstəqil sahəyə çevrilməyə başlanması bu Orta Tunc dövrünə aiddir. A variantı yanlışdır. Siklopik tikillərin inşa edilməsi, bəli, B variantı düzgün cavabdır. Üzümçülük və şərabçılığın meydana gəlməsi Orta Tunc dövrünə aiddir. Təsərrüfatda kişi əməyinin ön plana keçməyə başlaması artıq erkən Tunc dövrüdür. İstehsal təsərrüfatının yaranması isə artıq bu da mezolit, neolit dövrlərinə aiddir. Düzgün cavabımız B variantı. Baxalım 44-cü suala. 44-cü sualda bizdə 2 mətn verib. Baxaq görək mətndə nə deyir? Bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsasən birlikdə yaşamağa başlayırlar. Ağacdan sallar düzəldir, daş və sümük üzərində incəsənət nümunəsi hazırlayırlar. Baxın, bizdə burada birinci mətndə olan açar sözlərdən rahatlıqla bunu tapmaq olar. Ağacdan salların hazırlanması, qan qohumluğuna əsasən birlikdə yaşamağa başlanması buradan daha da aydın görünür ki, bu dövr bizdə üst paleolit dövrüdür. İkinci mətndə isə deyir ki, bu dövrdə insanlar heyvanları daha uzaq məsafədən ovlamağa başlayırlar. Suyu keçmək üçün qayıqlar düzəldirdilər. Qayalar üzərində rəsm təsvirlər çəkirdilər. İkinci mətndə isə bizdə mezolit dövrü haqqında olan məlumatdır. Sualda deyilir ki, birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq ikinci mətndə verilən dövrdə hansı hadisə baş vermişdir? Yəni bizdə yalnız mezolit dövrünə aid olan hadisəni istəyir. Baxağın birinciyə. Deyir, istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Bəli, bir düzgün cavabdır. İnsanlar qəbilə icması halında yaşayırdı hər iki dövrdə. 2 yanlışdır. Axirətə inam mövcud idi hər iki dövrdə. Yeni sənətkarlıq sahələrinin meydana gəlməsi isə bu da neolit dövrünə aiddir. 4-ü də çıxırıq və düzgün cavabımız yalnız 1 D variantıdır. 45-ci sual. 45-ci sualda yenə bizə bir mətn verir. Mətndə deyilir ki, bu dövrdən başlayaraq insanlar ilk dəfə misdən istifadə etməyə başladılar. Buna baxmayaraq daşdan hazırlanmış əmək alətləri üstünlüyünü qoruyub saxlayırdı. İnsanların birgə yaşayış formalarında isə ciddi dəyişiklik olmamışdı. Baxın, mətndə deyilir ki, ilk dəfə misdən istifadə. Deməli, burada söhbət eneolit dövründən gedir. İkinci mətndə isə deyir ki, bu dövrdə cəmiyyətin həyatında kişilərin rolu artmağa başladı. Onlar xış əkinçiliyi ilə məşğul olur, tuncdan əmək aləti hazırlayırlar. Maldarlığın genişlənməsi köçmə həyat sürən insanların sayını artırmışdı. Əlbəttə ki, burada söhbət erkən Tunc dövründən gedir. Baxağın, deyir, birinci mətndən verilən dövrdən fərqli olaraq ikinci mətndə bəhs edilən dövrdə. Yəni, bizdə yalnız erkən Tunc dövrünə aid olan hadisəni istəyir. Baxağın, birincidə deyir ki, istehsal təsərrüfatı mövcud idi. Bəli, istehsal təsərrüfatı hər ikisində mövcud idi. Biri çıxırıq. İnsanlar qəbilə icması halında yaşayırdılar. Bu artıq üst paleolit dövründən erkən Tunc dövrünə qədər olan dövrə əhatə edir. Ona görə də 2-ni çıxırıq. Axirət dünyasına inan mövcud idi hər iki dövrdə. Tayfalar meydana gəlmişdir, bəli, erkən Tunc dövründə. Düzgün cavabımız yalnız 4 Y variantıdır. 46-cı sual. Orta və son Tunc dövrünün ümumi cəhətini erkən Tunc dövründən fərqləndirən xüsusiyyət. Yəni, orta və son Tunc dövrü üçün oxşar cəhətdir.
Amma erkən tunç dövründən fərqləndirir bu xüsusiyyət onu. Baxaq. Birinci deyir ki, bağçılığın mövcud olması. Bəli, bu düzgün cavabdır. Bağçılıq, bostançılıq, şərabçılıq, üzümçülük bunlar yaranır orta tunç dövründə və sonrakı mərhələlərdə də var. Ona görə də biri 1-dir. İnsanların duluşçuluqla məşğul olması bu bütün dövrlərdə artıq var, içini çıxırıq. Siklopların tikilməsi bu son tunç dövründən başlayır. Ona görə də orta və son tunç dövrü üçün oxşar cəhət deyil, üçü də çıxırıq. Kollektiv dəfn etmənin mövcud olması bu da 3 dövrdə də mövcuddur. Ona görə də düzgün cavabımız yalnız 1A variantıdır. 47-ci sual. 47-ci sualda Eyler-Veyn diaqramıdır. Erkən tunç dövrü, orta tunç dövrü və son tunç dövrü. İctimai əmək bölgüsünün baş verməsi. Hər üç dövrdə də ictimai əmək bölgüsü baş vermişdir. 4-də yazırıq A variantı. Ata xaqanlığının yaranması erkən tunç dövrüdür. Boyalı qabların hazırlanması. Boyalı qabların deməli hazırlanması artıq orta tunç dövründən etibarən başlar və son tunç dövründə də bu var. Ona görə də C variantı orta tunç və son tunç dövrü üçün oxşar cəhətdir. İri tayfa birliklərinin yaranması. İri tayfa birliklərinin yaranması artıq 2-də deyil, orta tunç dövrünə aiddir. Tacirlər qrupunun ayrılması. Deməli, tacirlər qrupunun ayrılması isə son tunç dövrünə aiddir. Doğru cavabımız 1B, 2D, 3Y, 4A, 5C. Düzgün cavab B variantıdır. 48-ci sual. 48-ci sual. 48-ci sualda yenə bizdə mətindir. Baxağın, deyir ki, eradan əvvəl 6-cı, 4-cü minilliklərə əhatə edən bu dövrdə insanlar əkinçilik və maldarlıqdan başqa ovçuluq və balıqçılıqla da məşğul olurdular. Çay kənarlarında dairəvi yaşayış evləri tikilirdi. Deməli, birinci mətndə bizdə 6-4-cü minilliklər eneolit dövrüdür. İkinci mətndə deyir, bu dövrdə əkin sahələri genişlənmiş, suni suvarma sistemi yaranmışdı. Əmək alətləri, məişət əşyaları və silahların inkişaf səviyyəsində dəyişikliklər baş vermişdir. İkinci dövr isə bizdə erkən tunç dövrünə aiddir. Sualda deyilir ki, haqqında bəhs edilən birinci dövrdən fərqli olaraq ikinci dövrün dini görüşləri üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Baxağın, deyir ki, axirət dünyasına inamının mövcud olması bu hər iki dövrdə artıq var, bizdən fərqli olaraq deyir. 2-də deyir, ölülərin yaşayış məskənlərində dəfn edilməsi bu doğru cavabdır. Daha doğrusu, hər ikisi üçün oxşar cəhətdə içini çıxırıq. Dini ayinlər üçün xüsusi ibadətgahların tikilməsi, bəli, 3 yalnız erkən tunç dövrünə aiddir. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi isə bu da əslində bəli, erkən tunç dövrünə aiddir. Amma bizdən dini görüşlər üçün aid olan istədiyinə görə dördüncünü çıxırıq, aid deyil. Ona görə də düzgün cavab yalnız 3D variantıdır. 49-cu sual. Erkən tunç dövründə cəmiyyətdə ictimai münasibətlərin inkişafında özünü əks etdirir. Bizdən ictimai münasibətlərin inkişafında özünü əks etdirir. Bu sual istəyir. Deyir, əkinçiliyin və maldarlığın meydana gəlməsi. Əkinçiliyin və maldarlığın meydana gəlməsi erkən tunç dövrüdür. Biri çıxırıq. Qohum qəbilələrin birləşməsi. Bəli, bu düzgün cavabdır. Taxılın biçilməsində tunç oraqlardan istifadə edilməsi ictimai münasibətlərin inkişafına aid deyil. Üçü də çıxırıq. İri tayfa birliklərinin yaranması isə burada bizdə artıq orta tunç dövrünə aiddir. Ona görə də düzgün cavabımız A variantı yalnız 2-dir. 50-ci sualda deyir ki, ibtidai icma cəmiyyətinin dağılmasının səbəbləri nələrdir? Deməli, qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması xeyr, bu aid deyil. Tayfa başçılarının kəndli təbəqəsinin istismar edilməsi xeyr, bu da aid deyil. İdarəetmənin adlı sanlı adamların əlinə keçməsi, bəli, 3 düzgün cavabdır. Dini pərakəndənin geniş yayılması, xeyr, bu da yanlış cavabdır. Düzgün cavabımız yalnız 3B variantıdır. Sualın izahına keçmədən öncə xatırlatmaq istəyirəm ki, dərslərimiz haqqında məlumat əldə etmək istəyirsinizsə, videonun aşağısında göstərilən telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və eyni zamanda yenə videonun aşağısında göstərilən Telegram kanalımıza qoşularaq ödənişsiz dərs və test videolarımızdan faydalana bilərsiniz.
İndi isə baxaq növbəti sualın izahına. 51-ci sual. 51-ci sualda bizdə deyir ki, verilənlərin hər ikisi ümumi cəhətləridir. Metaldan alətlərin hazırlanması və əkinçiliyin mövcud olması. Baxırıq A variantına. A variantında deyir paleolit və ata xaqanlığının mövcudluğu dövrünün oxşar cəhətidir. Xeyr, paleolit dövrü burada artıq yanlış cavabdır. Çünki paleolit dövründə metal əldə edilməmişdir. A variantını çıxırıq. B variantında deyir neolit və erkən tunç dövrlərinin xeyr, metal eneolit dövründə kəşf edilib. C variantında mezolit və neolit dövrlərini deyir. Bu da yanlış cavabdır. Ulu icma və nəsli icmanın mövcudluğu dövründə xeyr, aid deyil. Nəsli icma və ata xaqanlığının mövcudluğu dövründə bəli, bu düzgün cavabımız E variantıdır. 52-ci sual. 52-ci sualda deyir ki, ərazisində erkən tunç dövrünə aid xüsusi ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. Erkən tunç dövrünə aid xüsusi ibadət evləri deməli birincidir, Qazax 1-də və bir də Xaçmazda 3 Xaçmaz ərazisindədir. Doğru cavabımız 1, 3-dür. Burada 4 bizdə Kəlbəcərdir. 5 Qusardır. 2 isə Beyləqandır. Düzgün cavabımız 1, 3-dür. 53. Azərbaycanda Orta Tunç dövrü üçün səciyyəvidir. Duluşçuluğun meydana gəlməsi neolit dövrüdür. 1-i çıxırıq. İkinci ictimai əmək bölgüsünün baş verməsi bəli, düzgün cavabdır. Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələrinin yaranması, bəli, bu da düzgün cavabdır. Köçmə yaylaq maldarlığının yaranması isə erkən tunç dövrünə aiddir. Düzgün cavabımız 2, 3-dür. 54-cü sual. Tunç dövrünə aiddir. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi, yeni təsərrüfat sahələrinin yaranması, bəli, bir düzgün cavabdır. Ovçuluğun əsas peşəyə çevrilməsi, xeyr, yanlışdır. 3-də deyir, əmək məhsuldarlığının artması, bəli, düzgün cavabdır. Maldarlığın yeni sahəsi, köçmə maldarlığının yaranması, bəli, düzgün cavabdır. İbtidai əkinçiliyin əsasının qoyulması isə mezolit dövrüdür. 5-ci yanlışdır. Düzgün cavabımız 1, 3 və 4-dür. 55-ci sual. Azərbaycanda erkən tunç dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Saxsı qabların istehsalına başlanması bu neolit dövrüdür. 1-i çıxırıq. Kurqan tipli qəbirlərin meydana gəlməsi, bəli, 2 düzgün cavabdır. Əkinçiliyin və maldarlığın bir-birindən ayrılması, bəli, 1-ci ictimai əmək bölgüsü nəticəsində 3 düzgündür. İlk şəhər məskənlərinin yaranması, bu Orta Tunç dövrüdür. 4-ü çıxırıq. Daşların cilalanması üsulunun mənimsənilməsi, bu da neolit dövrünə aiddir. 5-i çıxırıq. Düzgün cavab 2, 3-dür. 56. Azərbaycanda Orta Tunç dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Ata xaqanlığının yaranması erkən tunç dövrüdür. 1-i çıxırıq. 3-cü ictimai əmək bölgüsünün baş verməsi son tunç dövrüdür. 2-ni də çıxırıq. Boyalı qablar mədəniyyətinin formalaşması, bəli, düzgün cavabdır. İlkin şəhər məskənlərinin yaranması doğrudur. Toxa əkinçilinin xış əkinçilinin əvəz etməsi isə erkən tunç dövrünə aiddir. Düzgün cavabımız 3, 4-dür. 57-ci sual. Tunç dövrünə aid xüsusi ibadət evlərinin tapıldığı əraziləri müəyyən edin deyir. Baxağın, Tunç dövrünə aid xüsusi ibadət evlərimiz Qazaxda, Xaçmazda və Naxçıvan ərazilərində ibadət evləri tapılmışdır. Burada Qazax ərazisi 2-dir, Naxçıvan ərazisi isə 5-dir. Düzgün cavabımız 2, 5-dir. 1 burada Xocavənd rayonudur, 1-i çıxırıq. 3 Qobustan rayonudur, 4 isə Qobustanın qayəüstü təsvirlərinin aşkar edildiyi ərazidir. 57-ci sualda düzgün cavabımız 2, 5-dir. 58-ci sual. Tunç dövrünə aid səbəb-nəticə əlaqələrini müəyyən edin. Baxağın, deyir, kişi əməyinin tələbatının artması, qadının cəmiyyətdə mövqeyinin zəifləməsi. Bəli, bu düzgün cavabımızdır. Biri 1-dir. İkinci ictimai əmək bölgüsünün baş verməsi, ticarətin müstəqil sahəyə çevrilməsi, xeyr, sənətkarlıq müstəqil sahəyə çevrilir nəticəsində 2 yanlışdır.
Xış əkinçiliyinin yaranması, toxu əkinçiliyinin daha da geniş yayılması. Xeyr, artıq xış əkinçiliyinin yaranması ilə toxu əkinçiliyini xış əkinçiliyi əvəz edir. 3 də yanlışdır. Qohum qəbilələrin birləşməsi, tayfaların meydana gəlməsi. Bəli, bu da düzgün cavabdır. Doğru cavabımız 1, 4-dür. 59-cu sual. İbtidai icma quruluşuna aid hadisə-nəticə əlaqələrini yenə müəyyən edək. Birinci ictimai əmək bölgüsünün baş verməsi, tacirlər qrupunun yaranması. Birinci ictimai əmək bölgüsünü baş verməsi ilə əkinçilik və maldarlıq müstəqil sahəyə çevrilir. Tacirlər qrupunun yaranması isə son Tunc dövrünə aiddir. 1-i çıxırıq. 2-də deyir, kişilərin cəmiyyətdə nüfuzunun yüksəlməsi, ata xaqanlığının meydana gəlməsi. Bəli, 2 düzgün cavabdır. Bağçılıq və bostançılığın yaranması, əkinçiliyin maldarlıqdan ayrılması. Bağçılıq və bostançılığın yaranması Orta Tunc dövrüdür. Əkinçiliyin maldarlıqdan ayrılması erkən Tunc dövrünə aiddir. Ona görə də yanlışdır. Əmək alətlərinin təkmilləşməsi, məhsuldarlığın artması. Doğru cavabdır. Xış əkinçiliyinin yaranması, 2-ci ictimai əmək bölgüsünün baş verməsi. Xeyr, yanlışdır. Xış əkinçiliyi erkən Tunc dövrüdür. 2-ci ictimai əmək bölgüsü isə Orta Tunc dövrüdür və hadisə nəticə əlaqələri də düzgün deyil. Düzgün cavabımız 2, 4-dür. 60-cı sual. Eradan əvvəl 14-cü, 7-ci əsrlərdə Azərbaycan üçün səciyyəvi olan cəhətləri müəyyən edin. Baxın, deyir, mezolit dövrü kimi xarakterizə edilməsi. Xeyr, bu dövr bizdə son Tunc, ilk dəmir dövrü kimi xarakterizə edilir. 1 yanlışdır. Ox və kamanın ixtirası nəticəsində ovçuluğun əsas peşəyə çevrilməsi. Bu da yanlış cavabdır. Dəmirdən əmək alətlərinin hazırlanması. 3 düzgündür. Suni suvarmanın mövcud olması. Bəli, 4-də düzdür. Siklopik tikirlərin mövcud olması. Bəli, düzdür. Doğru cavabımız 3, 4. 61-ci sual. Yenə Azərbaycanın eradan əvvəl 14-cü, 7-ci əsrləri əhatə edən dövrlərinin xüsusiyyətlərini istəyir bizdən. Yəni son Tunc, ilk dəmir dövrünə aid olan hadisələri istəyir. Baxaq birə, deyir, duluşçuluğun mühüm yer tutması. Bəli, 1 düzgün cavabdır. Heyvanların əhilləşdirilməyə başlanması. Xeyr, heyvanların əhilləşdirilməyə başlanması mezolit dövrüdür. 2-ni çıxırıq. Dəmirdən silahların hazırlanması. Bəli, düzgün cavabdır. Orta daş dövrü kimi xarakterizə edilməsi. Xeyr, yanlışdır. Ön Asiya və Yaxın Şərq ölkələrindən su yolları vasitəsilə ticarət əlaqələrinin saxlanması. Bəli, bu da düzgün cavabdır. Doğru cavab 1, 3, 5-dir. 62-ci sualda Azərbaycanda ana xaqanlığı və ata xaqanlığı dövrünə aid ümumi cəhətləri istəyir bizdən. Əhalinin duluşçuluqla məşğul olması. Bəli, bu düzgün cavabdır. Şumlanma zamanı qoşqu heyvanlardan geniş istifadə edilməsi. Bu ata xaqanlığı dövrünə aiddir. 2-ni çıxırıq. Əkinçilik və maldarlığın geniş yayılması. Deməli, bu düzgün cavabdır. Əmlak və sosial bərabərsizlik mövcud olması. Bu ata xaqanlığı dövrünə aiddir. Suni suvarmadan istifadə edilməsi. Bu da yalnız ata xaqanlığı dövrünə aiddir. Düzgün cavabımız 1, 3-dür. 63-cü sual. Azərbaycanda erkən və orta Tunc dövrlərinə aid ümumi cəhətlər istəyir. İctimai əmək bölgüsünün baş verməsi. Bəli, düzgündür. Şəhər tipli yaşayış məskənlərinin yaranması yalnız orta Tunc dövrüdür. Metaldan əmək alətlərinin hazırlanması. Bəli, düzgün cavabdır. Siklopik qalalar adlanan müdafiə tiklərinin inşa edilməsi son Tunc dövrüdür. Təsərrüfat və məişətdə daş alətlərin üstün yer. Təsərrüfatda və məişətdə daş alətlərin üstün yer tutması. Bu da xeyr, yanlış cavabdır. Artıq metal kəşf edilmişdir. Düzgün cavabımız 63-də 1, 3-dür. 64. Azərbaycanda ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövrünü istəyir. Yəni, yalnız ata xaqanlığı dövrünə aid olan xüsusiyyətləri seçəcəyik. Birdə deyir, metaldan əmək alətləri hazırlanırdı. Bu, ana xaqanlığı dövründə də mövcud idi. 1-i çıxırıq. Əhali duluşçuluqla məşğul olurdu. Bu da hər iki dövr üçün oxşar cəhətdir. Üzümçülük, bağçılıq və bostançılıq kimi təsərrüfat sahələri mövcud olmuşdur. Bu, ata xaqanlığı dövrünə aiddir. Əkinçilik maldarlıqdan ayrılmışdır. Bəli, bu da ata xaqanlığı dövrünə aiddir, erkən Tunc dövrünə. 5-də deyir, toxuculuq mövcud olmuşdur. Bu da hər iki dövr üçün oxşar cəhətdir. Düzgün cavabımız 3, 4-dür. 65. Azərbaycanda yenə ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq bizdən ata xaqanlığını istəyir.
Bir də deyir ki, metaldan əmək alətləri hazırlanmışdı. Bu yenə hər iki dövr üçün oxşar cəhətdir. Kurqan tipli qəbirlərin meydana gəlməsi bu Ata xaqanlığı dövrünə aiddir. Erkən Tunc dövrünə 2 düzgün cavabdır. Əkinçilik və maldarlıq mövcud olmuşdu. Hər iki deməli dövr üçün oxşar cəhətdir. 3-ü çıxırıq. Kollektiv dəfn etmə adətinin mövcud olması bu da erkən Tunc dövrünə aiddir. Düzgün cavabımız 2, 4-dür. 66. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq erkən Tunc dövründə ibtidai incəsənət yaranmışdı. Bu yanlış cavabdır. Şəhər tipli iri yaşayış məskənlərinin yaranması bu Orta Tunc dövrüdür. Xüsusi ibadətgahlar tikilmişdi. Bəli, erkən Tunc dövründə. Toxu əkinçiliyi qış əkinçiliyi ilə əvəz olunmuşdur. Bəli, bu da erkən Tunc dövrünə aiddir. 67-də İbtidai icma quruluşunun digər dövrlərindən fərqli olaraq Orta Tunc dövründə şəhər tipli iri yaşayış məskənlərinin yaradılması bəli Orta Tunc dövrüdür. Tayfalar böyük tayfa ittifaqlarında birləşmişdi. Bəli, bu da Orta Tunc dövrüdür. Ata sitayişin meydana gəlməsi Son Tunc dövrüdür. Siklopik qalaların inşa edilməsi Son Tunc dövrüdür. 68-ci sual. Erkən və Orta Tunc dövrlərinə aid oxşar cəhətlər istəyir. İnsanların tayfalarda yaşaması bəli, bu düzgün cavabdır. Əkinçilikdə qoşqu heyvanlardan istifadə edilməsi bəli, doğrudur. İnsanların üzümçülük və şərabçılıq ilə məşğul olması bu Orta Tunc dövrüdür. İnsanlar arasında ticarətin mövcud olması, ticarət yaranmışdır Orta Tunc dövründə. Siklopik tikililərin inşa edilməsi isə bu da Son Tunc dövrünə aiddir. 69-cu sual. Ata xaqanlığı dövrü üçün səciyyəvi olmayan əlamətləri müəyyən edin, aid olmayanlarını seçirik. Tunc alətlərdən istifadə edilməsi bu doğrudur. Deməli, istehsal təsərrüfatına keçidin əsasının qoyulması bu aid deyil, bu mezolit dövrünə aiddir. İlk dəfə qan qohumluğuna əsaslanan insan birinin yaranması bu üst paleolitdir. 3-də aid deyil. Əkinçilikdə qoşqulu heyvanlardan istifadə edilməsi bu doğrudur, erkən Tunc dövrünə aiddir. Şərabçılığın meydana gəlməsi bu da Orta Tunc dövrünə aiddir. Düzgün cavabımız 2-3-dür. Erkən Tunc dövrünü Orta Tunc dövründən fərqləndirmir. Yəni hər ikisinin oxşar cəhətidir. Xış əkinçiliyinin yaranması erkən Tunc dövrüdür. Kişilərin cəmiyyətdə mühüm rola malik olması bəli, 2 düzgündür. İlk tayfaların meydana gəlməsi bu erkən Tunc dövrünə aiddir. 3-ü çıxırıq. İctimai əmək bölgüsünün baş verməsi isə hər iki dövr üçün oxşar cəhətdir. Düzgün cavabımız 2-4-dür. 71-ci sual. Hansılarının yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün verilmiş olar? İlk metalın əldə edilməsi əlbəttə ki, eneolit dövrüdür. Bostançılığın yaranması Orta Tunc dövrü. Xış əkinçiliyinin meydana gəlməsi erkən Tunc dövrü. Siklopik tikililərin inşası isə Son Tunc dövrünə aiddir. Düzgün xronologiyamız isə 2 ilə 3-ün yerini dəyişərsək düzgün alınar. 72. Müvafiq olaraq Qaraca mağarası və Kərimli Kurqanın yerləşdiyi əraziləri xəritədə müəyyən edin. Bilirik ki, Qaraca mağarası yerləşir Mingəçevirdə. Mingəçevir ərazisi 2-dir. Kərimli Kurqanın yerləşdiyi ərazi isə Oğuz rayonudur. Oğuz isə 4-dür. Düzgün cavabımız 2-4-dür. 73-cü sual. Azərbaycanda ibtidai icma cəmiyyətinin aid hadisə nəticə əlaqələrini yenə bizdən soruşur. Baxağın, birincidə deyir, suni suvarma sisteminin mövcud olması, bostançılığın inkişaf etməsi, bəli, düzgündür. Əhalinin dağlıq və dağətəyi yerlərdə yaşamağa başlanması və köçmə yaylaq maldarlığının yaranması, bəli, bu da doğrudur. Üçüncü, ictimai əmək bölgüsünün baş verməsi, ticarətin yaranması, xeyr, yanlışdır. Üçüncü, ictimai əmək bölgüsü nəticəsində tacirlər müstəqil sahəyə çevrilirlər. Ticarət yaranmışdı Orta Tunc dövründə. 4-də deyir, cəmiyyətin varlı və yoxsullara bölünməsi Dəmir dövrünün Tunc dövrü ilə əvəz edilməsi 4-də yanlış cavabdır. Düzgün cavabımız 1-2-dir. 74-cü sual. Son Tunc ilk Dəmir dövründə iqtisadi münasibətlərin sistemi üçün xarakterikdir. Baxağın 1-ə. Deyir ki, 1-də əmək alətlərinin təkmilləşdirilməsi, bəli, 1 düzgün cavabdır.
Tayfa başçılarının ilahiləşdirilməsi, bəli, bu son Tunc ilk dəmir dövrünə aiddir, amma bizdən iqtisadi münasibətlər istədiyinə görə tayfa başçılarının ilahiləşdirilməsi isə dini görüşlərə aiddir. 2-ni çıxırıq. İri tayfa ittifaqlarının yaranması Orta Tunc dövrüdür. 3-ü çıxırıq. Sənətkarlıq içərisində tacirlər qrupunun ayrılması, bəli, 4 düzgün cavabdır. Siklopik tikililərin inşası isə aid deyil. İqtisadi münasibətlər sistemini istəyir bizdən. Ona görə də düzgün cavabımız 1, 4-dür. 75-də son Tunc ilk dəmir dövründə ibtidai mədəniyyəti üçün xarakterik olanlar istəyir. Baxaq, birdə deyir ki, Abşeronda qayalar üzərində təsvirlərin yayılması, bəli, bu düzdür. Müxtəlif heyvanlara sitayişin edilməsi, bizdə mədəniyyət, ibtidai mədəniyyət dediyinə görə, bəli, 2-ni də götürə bilərik. 2 də düzgün cavabdır. Siklopik tikililərin inşa edilməsi, bəli, mədəniyyətə aiddir. Dini ayinlərin icrası üçün ibadət evlərinin tikilməyə başlanması, ibadət evləri erkən Tunc dövrüdür. Atdan əkinçilikdə qoşqu vasitəsi kimi istifadə edilməsi isə bu da erkən Tunc dövrünə aiddir. Düzgün cavabımız 1, 2, 3-dür. 76-cı sual. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Siklopik tikililərin yaranması son Tunc. Qədim insanların ilk dəfə oddan istifadə etməsi alt paleolit. Toxuculuğun yaranması neolit dövrü. Ox və kamanın ixtirası isə mezolit dövrüdür. 76-da xronoloji ardıcıllığımız 2, 4, 3 və 1-dir. 77. Azərbaycanda ibtidai icma quruluşuna aid olan yenə xronoloji bir ardıcıllıq istəyir. Birdə deyir əkinçilik vərdişlərinin yaranması. Bu artıq mezolit dövrüdür. Əhalinin oturaq həyata keçməsi neolit dövrüdür. Ata sitayişi ayinin meydana gəlməsi son Tunc dövrüdür. Təsərrüfatda kişilərin rolunun artmağa başlanması isə bu da erkən Tunc dövrünə aiddir. 77 isə xronoloji ardıcıllığımız 1, 2, 4 və 3-dür. 78. Xronoloji ardıcıllığı istəyir yenə bizdən. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması Orta Tunc dövrü, ev heyvanlarının əhilləşdirilməsinin başa çatması, heyvanların əhilləşdirilməsi başa çatılır Eneolit dövründə, ata sitayiş ayinin meydana gəlməsi son Tunc, saxsı qabların istehsalına başlanması isə Neolit dövrüdür. Gəlir 4, 2, 1 və 3. 79-da ana xaqanlığının yaranması üst paleolit dövrüdür. İlkin şəhər mərkəzlərinin yaranması Orta Tunc dövrüdür. Köçmə maldarlığın yaranması isə erkən Tunc dövrünə aiddir. Birinci gəlir 1, 3 və 2. 80-ci sualda yenə xronoloji ardıcıllıq istəyir. Sənətkarlar içərisində tacirlər qrupunun ayrılması bu bizdə son Tunc dövrüdür. Dini ayinlərin icrası üçün xüsusi ibadət evlərinin yaranması erkən Tunc dövrü. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tunc dövrü. Ev heyvanlarının demək olar ki, hamısının əhilləşdirilməsinin başa çatılması isə Eneolit dövrünə aiddir. Gəlir 4, 2, 3 və 1. 81-ci sual. Uyğunluğu müəyyən edin. Erkən Tunc dövrü, Orta Tunc dövrü və son Tunc erkən Dəmir dövrü. Baxırıq, tacirlər qrupunun deyir meydana gəlməsi. Tacirlər qrupu meydana gəlmişdi son Tunc erkən Dəmir dövründə. 3-ə aiddir A. İlkin şəhər mərkəzlərinin yaranması Orta Tunc dövrüdür. Əhalinin oturaq həyata keçməsi bu Neolit dövrünə aiddir. Yəni heç birinə aid deyil, C-ni çıxırıq. Ata xaqanlığının meydana gəlməsi erkən Tunc dövrüdür. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması isə mezolit dövrünə aiddir. Y-ni də çıxırıq. Düzgün cavabımız 1-ə D, 2-yə B, 3-ə də A variantıdır. 82-də Kür-Araz mədəniyyət dövrü, yəni erkən Tunc, boyalı qablar mədəniyyət dövrü isə Orta Tunc dövrüdür. Baxağın 82-ci sualda deyir ki, Urmiya ətrafında şəhər məskənlərinin salınması bu Orta Tunc dövrünə, yəni boyalı qablar mədəniyyəti dövrünə aiddir. Üzərində təpə düzəldilmiş qəbir abidələrinin meydana gəlməsi, yəni bizdən kurqanları deyir. Kurqanlar da Kür-Araz mədəniyyəti dövrünə aiddir, bəli, düzgündür. Duluşçuluğun yaranması bu Neolit dövrüdür, C-ni çıxırıq.
Xış əkinçiliyinin yaranması, bəli, Şuaraz mədəniyyəti dövrüdür. Mikroid alətlərdən istifadə edilməyə başlanması isə heç birinə aid deyil, bu da mezolit dövrünə aiddir. Bəli, bu qədər test izahımızı yekunlaşdırdıq. Növbəti testin izahında görüşərək kanalımıza abunə olmağı, bəyənməyi və şərh yazmağı unutmayın. Sağ olun, Allaha əmanət olun.